Mən bunu taksini çağırmışam ki, mən gedim ora. Siz də deyirsiniz ki, düşün Xətayda, gedin metro ilə. Mən metro ilə gedərsiyəmsə, niyə taksi çağırım? Mən də gedə bilmirəm də, mən nətə gedim, orada. Necə, cəmaat necə gedir, biz də o şəkildə gedirik. Yatmağa gəl, biz buradan neyini? Mən də taksini çağırmışam ki, normal şəkildə rahat gedim. Nə qədər orada yazırsa, o qədər O çıxmıyor ki, mən gözləmə vurmuşam burada. Gözləmə niyə vurursunuz ki? Probka da mən neyini, mən burada nətə gedim? Gözləmə mən burada yatım. Probkada o mənim günahım deyil ki, probka olması. Mən sizi başa düşmürəm tam olaraq. Probkadır və siz mənə deyirsiniz ki, biz oraya gec-gec çıxacağıq, siz düşün metro ilə gedin. Və deyirsiniz ki, mən orada gözləmə vurdum. Siz gözləmə niyə vurursunuz ki? Bəs dayanım, burada ne gezəyim? O mənim günahım deyil, gözləmə siz onda vura bilərsiniz, siz məni gözləyirsiniz. Və məndən əlavə ödəniş çıxar. O gözləməniz zəhmət olmasa orada ləğv eləyin. Yolun probkasıdır, siz məni gözləmirsiniz ki. Burada yolda gözləyir də, yolu gözləyir. Yolda gözləyirsiniz də, o mənim günahım deyil. Məni gözləyəndə siz o zaman gözləmə vura bilərsiniz və əlavə ödəniş çıxa bilərsiniz. Sizin gözləmə vurmağınız indi düz deyil. Zəhmət olmasa onu geri götürün. Bəs nətər gedək bəs? Bəs burada yataq deyilsin qalar. Bu yolun probkasını mən eləməmişəm. Mən getməyə mən bu yazdığı pulu mən heç bunu 1 metrə. Onun oraya yazdığı pulun, yəni o mənim günahım deyil. Sizin şirkətinizin günahıdır. Şirkətinizlə bunu danışa bilərsiniz. Mən başa düşdüm. Zəhmət olmasa məni vurduğum ünvana çatdırın. Mən gedirəm də ünvana deyəndə mən burada. Amma o gözləməni də oradan zəhmət olmasa ləğv. Gözləmə yoxdur xanım. Gözləyirsiniz, siz pulunuzun qədrini bilirsiniz, bəs biz yetim əziyyətimizin qədrini. Onu siz şirkətinizlə danışmalısınız. Mənimlə yox. O özü olursa okeydir, problem yoxdur. Nə qədər yazar, mən o qədər ödəniş eləyərəm. Amma siz dediniz ki, mən vurmuşam gözləməni. Siz bayaq elə dediniz. Vurmuşdum da çıxdım. Vurmuşdunuz, ləğv elədiniz. Çox gözəl, çox sağ olun, minnətdaram.